Salam, Allah'tan hər bir evə ruzi bərəkət arzu edirəm. Mən bugün pomidor turşusu hazırlayıram. Onun üçün mənə lazımdır pomidor, şirin biber, acı biber, sarımsaq, dəfnə yarpağı, petruşka, duz. Əvvəlcə bütün ərzaqlarımızı təmiz yuyuruq. Pomidor turşusu bağlamaq üçün balaca və bərk pomidorlar lazımdır. Turşu bağlamaq üçün bankalarımızı əvvəlcədən yuyur, sonra isə sterilizə eləyirik. İndi isə bankamızı doldurmağa başlayırıq biz. Mən bir bankaya 2 acı biber götürmüşəm. Siz istəsəniz bir dənə də və ya artıq götürə bilərsiniz. İki diş sarımsağı atıram. Biraz petruşka atıram. 2 dəfnə yarpağı. İki kiloluk balon için dolu olmayan 2 çörek kaşığı tuz dökülür. Üzerine kaynar su tökür. Koyuruq qaynamağa. Qaynara düşdükdən 15 dəqiqə qaynadır götürürük. İndi isə balonumuzun üzerine kaynar su tökürük. Balonlara kaynar su tökəndə mütləq altına bir qab qoyun ki, balonlarımız partlaya bilər. Qapaqlarımızı da əvvəldən kaynar suda qaynatmışıq. Qazanın dibinə köhnə bir dəsmal qoyur, üzərinə balonumuzu yerləşdiririk. Üzərinə isə ılıq su tökür, qoyuruq qaynamağa. Qazanımıza bu qədər su doldurur, qoyuruq qaynamağa. Pomidor turşularımız hazırdır, nuş olsun.